Salam dostlar. Bugün sizinlə IJ Bakı daxilində fəaliyyət göstərən 6 işçi qrupu haqqında danışacağıq. İşçi qrupları üzvlərin maraq dairələrinə uyğun şəkildə özlərini inkişaf etdirmələri və layihələr həyata keçirmək üçün yaradılmışdır. Sən də IJ Bakıda hər hansı istiqamətdə fəaliyyətini göstərə biləcəyini düşünürsənsə, bu video tam sənin üçündür. Hazırsansa, gəl bir yerdə işçi qruplarını daha yaxından tanıyaq. Mən Talant işçi qrupunun tim lideri Şövkət Babazadə, Talant mədəniyyətlər arası mübadilə, sosial-intellektual müzakirə üzərində fokuslanır. Biz Cultural Day, Literature Book Club, Film Discussion Day, Conversation Club kimi layihələr həyata keçiririk. Bu layihələr vasitəsilə fərqli mədəniyyətləri, düşüncə tərzlərini və sosial mövzuları müzakirə edirik. Məqsədimiz üzvlər arasında açıq fikir mübadiləsi və tənqidi düşüncə mühiti formalaşdırmaqdır. Əgər sən də ideyaları açıq və düşünərək öyrənməyi sevirsənsə, Talant sənin üçün doğru məkandır. Salam, mən Muse işçi qrupunun tim lideri Mehdi Rüstəm. Muse incəsənət və yaradıcılıq yönümlü işçi qrupudur və biz burada sənət, dizayn və eyni zamanda kreativ layihələr üzərində çalışırıq. Əgər sən də yaradıcılığını və ideyalarını ifadə etməyi sevirsənsə, Muse sənin üçün ideal işçi qrupudur. Biz tədbirlər üçün vizual konseptləri hazırlayır və təşkilatların kreativ ruhunu formalaşdırır. Burada həm komanda işi, həm də fərqli bacarıqlar inkişaf edir. Muse sənə öz istedadını göstərmək üçün real platforma yaratmaqda təmənnasız kömək olacaq. Mən Saka işçi qrupunun üzvü Orxan Mehbaliyev. Saka mental sağlamlıq istiqamətində fəaliyyət göstərən işçi qrupudur. Biz psixoloji maarifləndirmə və dəstək yönümlü sessiyalar təşkil edirik. Məqsədimiz gənclərin emosional rifahını gücləndirməkdir. Burada açıq müzakirələr və sağlam düşüncə mühiti formalaşdırılır. Dediklərim maraqlı səslənir. Bizə qatılmanın tam vaxtıdır. Salam, mən Aktivent işçi qrupunun üzvü Mədinə Laferdiyeva. Aktivent aktiv həyat tərzi və idman yönümlü komandadır. Biz müxtəlif idman tədbirləri və fiziki aktivliklər təşkil edirik. Məqsədimiz sağlam həyat tərzini təşviq etməkdir. Komandamız həm enerji, həm də motivasiya deməkdir. Burada həm əylənir, həm də sağlam qalırıq. Əgər hərəkəti və dinamikanı sevirsənsə, Aktivent səni gözləyir. Mən Empower You işçi qrupunun üzvü Gülər Babayeva. Empower You non-formal education istiqamətində fəaliyyət göstərir. Biz müxtəlif təlimlər, workshoplar və inkişaf sessiyaları təşkil edirik. Burada gənclər akademik çərçivədən kənar bacarıqlar qazanırlar. Liderlik, komanda işi və şəxsi inkişaf əsas üstünlüklərimizdəndir. Məqsədimiz hər üzvün potensialını üzə çıxarmaqdır. Empower You ilə sən həm öyrənəcək, həm də özünə yatırım edəcəksən. Mən Xodkar işçi qrupunun tim lideri Kəzban Əliyeva. Xodkar IT və texnologiya sahəsində fəaliyyət göstərir. Biz proqramlaşdırma, texniki biliklər və rəqəmsal bacarıqlar üzərində çalışırıq. Burada üzvlər real layihələr və praktiki tapşırıqlar vasitəsilə öyrənirlər. Texnologiyaya marağın varsa, bu komanda tam sənin üçündür. Sən də elə 6 işçi qrupundan birini seç, fəaliyyətini ilə bugün başla.